Tatar yurdu tapdıq Polşada, uşaqlar, Tatar yurdu. Və görürsünüz bunu, bu Çuvaşların bayrağında da var bu emblemdən. Səhv eləmirəmsə eyni emblemdir. Gəl içəri girək. Buna otaq deyirlər, bizim dildəki otaqdır yəni, eyni şeydir zaten. Oy, oy, oy. Uuu. Demək qədim dövrlərdə bunu böyük ölçüdə daşıyırdılar. Yəni bu böyük bir arabanın üstündə olurdu, öküzlər çəkirdi. Beləcə yeriyən evlər yaranırdı. Kimerlərdə, İskitlərdə, Türki xalqların hamısında bu olub, yəni köçərlərin hamısında. Bu da bizim kənddə də bundan var. Amma emblemləri çox qəşəngdir. Görürsünüz emblemlərini. Tatar yurdu nətər olur? Bu çox hissi olur normalda. Bəli, bəli. Oturaq burada. Buna taxt deyirlər də. Bizdə hələ də kənddə zətdə belə bir şey düzəldəndə ona taxt deyirlər. Təbii ki, bu sonraki modifikasiyadır. Burada su gəlməsi və digər şeylər təbii ki, zamanla çadır da inkişaf eləyir. Çadır da saraya dönür. Hətta bilirsiniz ki, köçəri imperiyaların paytaxtları böyük ölçüdə çadırlardan ibarət şəhərləri idi. Yəni bu tip çadırlardır. Bunlar, yəni Polşanın ortasında gəlib bunu tapmaq möhtəşəm bir hissdir. Çünki nə də olsa hər yerdə, Avropada və Asiyada irsimiz var, türk irsi var. Bu da İslamın simvolu. Görürsünüz, Kəbəni də qoyublar bura. Uşaqlar, yəni böyükçü türk üstündə bir də İslam kültürü əlavə olunanda həqiqətən güclü bir şey olur. Biz bunu tarix boyunca müşahidə eləmişik, gördüyünüz kimi. Yəni həqiqətən ləzzət eləyir. İsə Qırğızistan bayrağına oxşuyur burası. Qırğızistan bayrağında da belə bir taxtaların iç-içə keçməsi məsələsi var idi. Ortada odun peçi, otağı elə isti tutur ki, yəni ümumiyyətlə otaqlar çox isti olurdu. Yəni bu yurtlar çox isti olurdu. Bilirsiniz ki, bunlar Sibirdə, Orta Asiyada, Qazaxıstanda və Bozqırda formalaşmış bir kültürdür. Nə də olsa soyuğa qarşı möhtəşəm bir müdafiəsi olmalıdır. Yəni gənclər, gəlib burada Belarus sərhədində Kurijina kəndi olmalıdır, Bialostokda. Gəlib burada siz Azərbaycan mədəniyyətinə yaxın bir mədəniyyət tapa bilərsiniz, əgər ölkənizdən darıxsanız.